Bugünkü videoda essenin yazılma qaydası ilə bağlı danışacağım. Mən esseni necə yazıram? Bugünkü videonun mövzusu o olacaq. Və bu kanala daha çox müraciət gəlmişdi ki, esse yazılması üçün ayrı bir video gəlsin, essenin yazılma qaydası necədir? Mən də essenin yazılma qaydası üçün bir video çəkmək qərarını aldım. Dediyim şeylər %100 doğru olmaya bilər, düzgün olmaya bilər. Mən bunları istifadə edirəm və hər zaman da mənə essedə sınaqlarda tam bal veriblər. İstifadə edib etməmək sənə qalmış bir şeydir, ancaq müraciət çox olduğuna görə belə bir video çəkmək qərarını aldım. Kanalıma xoş gəldin. İlk öncə essenin yazılma qaydası bundan ibarətdir. Hər şeydən əvvəl biz essenin yazılması üçün iki mühüm şeyə diqqət etməliyik. Birincisi esse başlıq, ikincisi isə sonluq verməliyik. Keçən videolarda toxunmuşdum, amma bu dəfə daha detallı danışacağım. Hər şeydən əlavə 15 sətr, 20 sətr, 25 sətr esse yaza bilərsən. Hətta bəlkə də 100 söz esse yazırsan. Ancaq bunu unutma, sənin essende mütləq başlıq və sonluq olmalıdır. Kiçik bir məqam da deyim, essende sadəcə başlıq və sonluq verərək də 3də 1 qədər bal ala bilirsən. Yəni əsas olarkən Marşer müəllimləri esseləri yoxlarkən başlıq və sona daha çox diqqət yetirirlər. Əgər dinləmə deyirəm. Əgər essende başlıq və sonluq varsa, Marşer müəllimləri bura bir 3də 1 bal verir və daha sonra mətnin orta hissəsini yoxlamağa keçir. Başlıq və sonluq haqqında da kifayət qədər videolar var. Mən dediyim kimidir, async ilə başlayırsan və yaxud da ki, nəyisə important ilə bitirirsən. Məsəl üçün, mən düşünürəm ki, qlobal istiləşmə bizə problemlər yaradacaq. İngiliscə bu cümləni yaza bilərsən, tutaq ki, qlobal istiləşmə ilə bağlı esse istəyir. Bitişdə də yaza bilərsən ki, təbiəti qorumaq bizim üçün çox vacibdir. Yaza bilərsən. Və mütləq başlıq və sonluqlara diqqət et. Hətta deyərdim bir dəftər götür. Müəyyən qədər qeydlər olacaq ki, bəlkə işinə yarayacaq. Onları qeyd edərsən və videodan sonra da onları istifadə etməyi tövsiyə edirəm. Yəni birinci qanunumuz bundan ibarətdir ki, essenə mütləq başlıq və sonluq verməlisən. Nədir? Essenin mövzuları. Esselər müxtəlif mövzularda ola bilər, ancaq əsasən Azərbaycan haqqında düşür. Bilmədiyimiz mövzular da düşə bilər. Mən əgər esseləri yeni başlamısansa, esselərdə özünü təkmilləşdirmək istəyirsənsə, ekrana 5-6 dənə esse nümunəsi qoyacağam. Videodan sonra onlar üzərində biraz işləyə bilərsən. İmtahana düşməyəcəyini bilmirəm, ancaq bəlkə düşər ehtimalı ilə mənim də öz istifadə etdiyim esse nümunələrindən biridir. Bir yerdən əldə etdiyim esse nümunələrdir. Bu esse nümunələrində istifadə edə bilərsən. Tutaq ki, esse qabağına çıxdı. Essenin mövzusunu bilmədin, nə haqqda esse bilmədin. Belə kiçicik bir taktika verim. Essedə məsəl üçün tutaq ki, sənə deyir ki, Azərbaycan yazıçıları haqqında yaz. Tutaq ki, sən Azərbaycanda yazıcı tanımırsan. Hətta belə bir məqamla sınavda da rastlaşmışdım. Biz esse yazırdıq. Azərbaycanın məşhur yazıçılarından nümunə istəyirdi. Və qarşıda oturan qız Azərbaycanın bir yazıcı tanımırdı. Hər nə qədər gülünc bir vəziyyət də olsa, bu belədir, nə etmək olar? Ancaq bəlkə də həqiqətən də məsəl üçün sən tanımırsan, eybi yoxdur. Belə edirsən, məsəl üçün ən primitiv şeydən götürürəm, Azərbaycan himni. Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyov, sözlərini yazanda Əhməd Cavad, məsələn. Əhməd Cavad haqqında yaza bilərsən, deyə bilərsən ki, mən Əhməd Cavadı tanımıram, eybi yoxdur. Belə yazırsan, məsəl üçün. Əhməd Cavad çox vacib, önəmli şəxslərdən biridir. Yəni Əhməd Cavad haqqında bilməsən də onu biraz tərifləyirsən və daha sonra isə Azərbaycan himninin nümunəsini verirsən. Necə məsəl üçün, o bizim ölkəmizə çox böyük töhfələr veribdir, çox şeirləri vardır, çox əsərləri vardır. Məsəl üçün əsərlərindən ən vacib olanlarından biri, ən çox tanınan, ən çox məşhur da məhz Azərbaycan himni olmuşdur. Bu başqa bir cümlə yaza bilərsən. İndi ingiliscə sərbəst danışığı bilmirəm deyə Azərbaycanca deyirəm cümlələri çevirə bilərsən. Biraz düşünsən bəlkə ingiliscə nümunəsində yaza bilərəm. Ancaq Azərbaycanca deyirəm, əminəm sən tərcümə edə biləcəksən. Məsəl üçün sonra yazırsan ki, Azərbaycan himni Əhməd Cavadın əsərlərindən biridir və Üzeyir Hacıbəyov da ona dəstək verib. Sən hətta 2 şair, 2 yazıçı, 2 bəstəkar ad çəkdiyinə görə sənə daha da çox bal verəcəklər. Olsun Albert Einstein, olsun Isaac Newton, olsun Michael Jackson, heç bir fərqi yoxdur. Ortada biraz şəxsi tərifləyirsən və yadında məsələn kiçicik bir nüans qalsa, məsəl üçün Michael Jackson olsun. Michael Jackson deyirsən, müğənnidir, ancaq çox da tanımıram yəni. Məsələn yazsan, musiqi karyerasında böyük addımlar atıb, böyük imzalara nail olub, bir çox əsəri vardır və musiqiçi olaraq da çox böyük tanınır. Ta ki, nə bilim, məsəl üçün atamla onun konsertlərinə gedərdik falan filan bir şeylər yaza bilərsən.
Yəni necə deyim, essiyanın ortasını yazan zaman çalış ki, məsəl üçün bilməsən də onu yazmağa çalış. Bilməsən çəkinmə. Onsuz da bilirsən ki, buraxılış imtahanda səhv yazsan da səhv düzü aparmır. Yəni ən azından bir şeylər qarala, bir şeylər yaz ki, heç deyilsə sənə yarı bal, 3-də 2 bal ərəfəsində bir bal versinlər və ondan da ən faydalı şəkildə istifadə edə biləsən. Məsəl üçün bəlkə də bu alacağın 2-3 bal sən həyatını dəyişdirəcək. Məsəl üçün istədiyin ixtisasın pulsuzuna düşə biləcəksən. Bəlkə də həyatını dəyişdirəcək bir bal olacaq. Ona görə xahiş edirəm bu məqamları diqqətdən qaçırma. Essiyi təkmilləşdirmək üçün ən yaxşı nə olardı? İngilis dili 1-ci və 2-ci hissənin arxasındakı mətnlər var. Onlarda müxtəlif cür essilər vardır. Düzdür, bunlar vaxtilə buraxılış imtahanlarında istifadə olunmuş və ya artıq hal-hazırda istifadə olunan model testlərdə olan esse nümunələrdir. Deməyim ondan ibarətdir. Hər gün açıb bir esse nümunəsi yaza bilərsən. Esse nümunəsi ilə bağlı videolara baxa bilərsən. Və xüsusən də bunu deyim, essedə nə qədər bacarırsan çox cümlə yaz. Çünki həqiqətən də essedə çox bal verir. Yəni məsəl üçün sənin cümlələrində qrammatik bir xəta olsa da çox cümlə yazdığına görə yoxlayan müəllimlər balını kəsməz. Ən azından belə düşünürəm. Və essedə məsəl üçün deyirsən ki, Meyraz, mən istəyirəm mənim cümlələrim keyfiyyətli olsun, daha çox bal gəlsin. Çalış ingilis dilinin qaydalarına aid sözlər yaz. Məsəl üçün bir cümləni passive voice-də yaz, mübtədasını vermə. Nə bilim bir cümləni had, has plus page ilə yaz. Nə bilim bir cümləni when ilə yaz, sağın ya da bir cümləni tamamlıq dərsi ilə köməkçi nitq hissələrlə yaza bilərsən, söz önlüyü ilə yaza bilərsən və ya who, what, which və ya kimi ifadələrdən istifadə edərək də yaza bilərsən. Və dediyim kimi bu sənə kömək olacaq və cümlələrində keyfiyyətini artıracaq taktikalardan biri idi. Bunu da vurğulayım. Bu video sadəcə bu ilki 11-lərə aiddir. Bu il 9-cu sinifsənsə, bu il 10-cu sinifsənsə çox güman sizdəki esse modelləri daha fərqli olduğuna görə bu videodakı məlumatlar sənə yanlış gələ bilər, yalan gələ bilər. Bu ilki 2026 buraxılış ili üçün imtahan verən şagirdlərə aiddir. Çox güman yəqin ki bizdən sonra da yəni imtahan formatları kifayət qədər dəyişiləcək. Bugünkü videoda deyəcəklərim bu qədər idi. Əminəm sənə faydam toxundu. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.